Gözəl xanımlar, hər vaxtınız xeyir olsun. Xanımlar, oje vişnənin sezonudur. Qızlar, həm döyməci eləyirik, həm şorabasını eləyirik. Bu gün ayının, may ayının 27-sidir. Bugün vişnə almışıq, alça almışıq, döyməc hazırlayırıq. Döymək üçün nə gedir qızlar? Vişnənin çərdəyini çıxardırsınız, bax belə rahat çıxır. Sonra alça doğrayırıq. Qarışıq da eləyə bilərsiniz, belə boş da, yəni alça ilə də eləmək olur, vişnə də eləmək olur. Ona nə gedir qızlar? 1 kilo vişnəyə 1 çay qaşığı peso, 1 qaşıq duz, cəfəri, sarımsaq, qırmızı reyhan, qəşəng alça ilə bunu qarışdırırıq, tökürük bankaya. 2 qaşıq sirkə tökürük, 2 qaşıq sirkə. 2 qaşıq sirkə, bir dəqiqə qaynaya suyu tökürük, öz soku çıxır. Az olanda qaynaya suyu tökürük, 15 dəqiqə qaynadırıq, rezvali bankada bağlayırıq, qışa saxlayırıq. Sarımsaq, peso, duz, 2 qaşıq sirkə. 1 kilo bankaya. Buyurun, kim istəsə sifariş versin. Salam gözəl xanım, hər vaxtınız xeyir olsun gözəl xanımlar. Bugün biz vişnə turşusun döyməciyə hazırlayırıq. Vişnə döyməcinə nə gedir xanımlar? Vişnə döyməcinə nə gedir? Burada alçadır, vişnədir, sarımsaqdır, soğandır. Elə bil necə 3 kilo vişnədirsə, 1 dib sarımsaq, 1 kilo alça, 2 dəstə reyhan, qırmızı 2 dəstə ağ reyhan, qırmızı soğan, 2 baş, 3 kiloya deyirəm. 2 qaşıq yarım duz, 1 qaşıq pesuk. Bunları yığırsan, hamısını qarışdırırsan, qara istiyot, 1 çay qaşıq. Bunları qarışdırıb tökürsünüz bir bankaya. 700 qram olsa, 2 qaşıq da sirkə. 2 qaşıq sirkə tökürsünüz, bunu qoyursunuz, bunları qapağını da az qoyursunuz ki, biraz açıq qalsın, kip qoymayın. Hardasa bunu 20-15 dəqiqə qaynadırsınız. Su tökürsünüz qazana, əski qoyursunuz, qaynadırsınız. Yəni suyu az olanda üstünə də qaynar su tökürsünüz bankaya ki, ağzına kimi qaynar su çıxmalıdır bunun, ağzına kimi. Su qaynadırsınız, hazır 10-15 dəqiqə. Bağlısınız qışa, saxlamaq olur. Bu qədər qızlar. Kimin nə sualı olsa desin. Xanımlar, baxın belə tökdük bankaya. İndi qoyuruq, hardasa 10-15 dəqiqə qaynadırıq. Sonra ağzını belə bağlayırıq. Ağzını kip bağlamayın qaynadanda. Götürəndə kip bağlayarsınız. 2 qaşıq da sirkə demişəm. Tökürsünüz, bağlayırsınız ağzı.